uşaqlar. Hiylə kimi hassasiyyətlə gəlmişəm. 45 FPS giroskopsuz şakalarına özel hassasiyyətlə gəlmişəm. Video keçməmişdən əvvəl abunə olub like atmağı, bildirişləri açmağı unutmayın. Demək uşaqlar, hassasiyyətimizi bir dənə yoxlayaq. Hassasiyyətimizi bir dənə gördüğünüz kimi canavar elə ki bir nəfər gördüyünüz kimi mənim cihazım elə biraz baxın uşaqlar. Bunda var. Gördünüz. Yəni canavar kimi də, hiylə kimi gördünüz uşaqlar, canavar kimi hassasiyyətdir. Şimdi gəlin spreyə baxaq görək necə spreydir. Gördünüz uşaqlar, canavar kimi də. Küçüksə baxaq. Ondan ona getmir də. Gördünüz əlində. Holografikə baxaq. Canavar kimi də. Bugün ayarlarımı göstereceğim size. Siz de bir dənə like atın. Gördünüz. Yani bu kadar. Evet. Tabii ki bir nəfərlə gördünüz. Canavar hassasiyyətlərdir. Lazerə baxaq. Necədir uşaq, canavar kimidir. İki qısa baxaq. İşlədənlər olmayacaq amma yenə də baxaq. Qəşəkdir daha. Hərəsinə bir. Yəni hassasiyyətimi verirəm. Yəni qaqa bir dənə like atın. Like atırsa keçək hassasiyyət bölümünə. Demək uşaqlar, götürün hassasiyyəti. Şəklini çəkin. Mən bunu istifadə eləmirəm. Özel ayarları. Hassasiyyət kodumuzda hardan deyirik? Buradan. Bilmiyorum hassasiyyət kodu hardan deyirik. Ama götüründə bu hassasiyyətlər çox qəşəkdir. Giroskopsuz hassasiyyətlərdir. Ayarlarımı, məncə öz ayarları yaxşıdır. Ayarlarımı da buradan göstərirəm. Neyse uşaqlar, videomuz bura qədər. Ümid edirəm videomu bəyəndiniz. Abunə olub like atmağı, bildirişləri açmağı unutmayın. 50 abunəyə az qalıb. Sağ olun.